Salam dostlar, axşamınız xeyir. Bugün Galatasaray Liverpool oyunu izləyirik. Bəli, hal-hazırda stadionda görüntülər artıq görürük. Əla ambiyans var, əla atmosfer var. Bugün dostlarım məndən bir yerdədir. Galatasaraylı qardaşlarım Bilal, Şamil abi. Xoş gəlmisiniz əvvəlcə. Bugün çox vacib oyundur bizim üçün. Çünki ilk oyunumuzu uduzmuşuq və xal qazanmalıyıq. Amma rəqibimiz çox güclü Liverpooldur. Liverpool haqqında danışmağa dəyməz, onsuz da hər kəs bilir. Amma çox inanırıq ki, bugün Galatasaray qələbə qazanacaq. Çoxlar deyəcək qələbə necə olacaq. Biz özümüz də %100 qələbə qazanacağımızı əmin deyilik, amma inanırıq komandamıza nə olur olsun. Fikirləriniz nədir? Oyun haqqında təxminləriniz nədir? Biraz siz danışın. Oyun haqqında düşüncəm, heyətdən ürəyim biraz sıxılır çünki istədiyim heyət deyil, ən azından yarım müdafiə zərdən. Çox müdafiə meyilli gəlir mənə, ən azından Gabriel Sara oyunda olmalıydı deyə düşünürəm. Oyundan da 2 şot gözləntim var, ya 1-0 ya 3-2 Qalatasaraya qələbə deyirəm. Heyəti bəyənmirsən, amma budacaqmıza inanırsan. Mənə sual Şamil var. abi, Mən əslində həmişə öncədən proqnoz verməyə xoşlamıram, yenə də verməyəcəm proqnoz. Çünki mən proqnoz verdiyim zaman hər şey tərsinə gəlir, mən də həmişə. Onda demə. Amma içində nəsə Qalatasaraya qarşı bir xoş bir aura var. Düşünürəm ki, yaxşı olacaq. O hamımızda var məncə, bütün Galatasaraylarda var. Mən Bilalın əksinə olaraq bugünkü oyunda olan bu sastavı bəyəndim. Yəni 11-liyi bəyənmişəm. Məncə Liverpool kimi bir komandaya qarşı bu sastavla çıxmaq lazımdır. Mən də eyni fikirdəyim. Əsasən Sanye'nin ehtiyatda qalıb Yunusun Barış'ın cinahlarda oynamaq çox xoşuma gəldi həqiqətən. Sanye həm biraz dərs olar o son oyunlardakı performansına görə, həm də sonradan girməyə məncə daha effektiv olar. Çünki indiyə kimi ilk 11-də başlayıb və heç nə eləyə bilməyib. Sadəcə bir qolu var. Liverpool azaq işləri görürük. Bugün Diego Jota'ya bəli, Jota'ya, amma bu Liverpool azaq işlərdir. Bizdə də bəli, stadionda anılır, biz Diego Jota. Çox böyük bir jestdir həqiqətən. Yenə də bu bizim klubumuzun düşüncəli olmağını göstərir, böyüklüyündən xəbər verir. Bizi bəzi klublarla müqayisə edirlər Türkiyədə. Yəni Türkiyədə onsuz da bizim rəqibimiz yoxdur. Bizim yerimiz Avropada, Çempionlar Liqasıdır. Amma burada düzdür. Hələ ki yaxşı başlamamışıq, amma inanırıq ki, yaxşı olacaq. Sonunda ilk 24-lükdə bitirəcəyik məncə. Siz nə fikirləşirsiniz? İlk 24-lükdə olar məncə? Əlbəttə ki, olacaq. Okan Buruk istefa edirlər hər oyundan sonra. Okan Buruk bacaracaq ilk 24-lükdə bitirməyi. Əlbəttə ki, yəni bu mənim Galatasarayın ilk 24-lükdə olmamağına heç bir şübhəm yoxdur. Yəni olacaq. Yəni olacaq 100%. İnşallah, inşallah. Sadəcə birinci oyunda da biz qələbə qazana bilərdik. Sadəcə oradakı fərdi səhvlərimizin nəticəsindən biz orada qələbə qazana bilmədik. Dostlar, əvvəlki videolarımıza yaxşı reaksiyalar gəlib həqiqətən. Artıq videomuz hardasa 9000-10000 baxışı var. Çox sağ olun, təşəkkür edirəm buna görə. Düzdür, hələ ki 9000 abunə baxış gəlsə də, hələ də abunəmiz çox azdır, 300-350-dədir. İlk hədəfimiz 1000 abunədir. İnşallah ki, tez bir zamanda olarıq. Sizin dəstəyinizə buna görə ehtiyacımız var və artıq Çempionlar Liqasını dinləşdirik. Məncə biraz dinləyək. Əfsanəvi Çempionlar Liqası. Bəli. Eşidə bilməyən komandalar var. Həqiqətən çox əla musiqidir. Hər dəfə eşidəndə, yəni insan həqiqətən Şamil deyəcək düşlər güclü olur və harada olduğunun fərqinə varırsan. Bu başqa bir vizyondur. Həqiqətən eşidə bilməyən komandalar var burada. İllərdir. Biz hər kəsə yəni açıq dəstəyi Türk klublarına, Fenerbahçe olsun, Beşiktaş olsun, yəni Avropada uğur qazanmanı sevinirik. Düzdür, antilərdə var. Biz o Galatasaraylılar deyilik, Türk düşmanı deyilik. Onlar uğur qazansa, mən şəxsən keçən oyun bilməm izləmiş yayıb kanalımda var. Dinamo Zagreb Fenerbahçe oyunu, orada oyun izləmişəm. Videomda var. Bundan sonra da Fenerbahçe'nin oyunlarına reaksiya videoları çəkəcəm onsuz da. Amma yəni bizim özləri bizlə müqayisə edirlər. Bu normal deyil həqiqətən. İndiki vəziyyətimiz ən azından müqayisə olmadan vəziyyət deyil. Türkiyədə biz ən böyük bizik, bunu Avropa görür, hər kəs görür. Deyil yəni. Bu deməyə ehtiyac yoxdur. Ehtiyac yoxdur, amma yəni danışır. Bəli, yəni hər şey ortadadır, hər şey göz qabağındadır. Amma yenə də bütün Türk klublarını, Azərbaycan klublarını Avropada uğurlar. Biz Azərbaycanlı yönümüz Türk. Qazaxıstan'da. Qazaxıstan, Xayrət düzü məğlub oldu bugün Real Madrid'ə. Amma yenə də hamısına uğurlar. Oyun başladı, Galatasaray Liverpool oyundayıq. Haydi uşaqlar. Aksiyonçudur. Qəşəng. Öpürmə. Vur! Barış Barış gəldi, vura bilmədi amma korner. Çox yaxşı göstərdi. Pas verdi. Yunus əla pas verdi. Bomboş deyə Osman
sizə. verdi ayağı ilə çıxartdı. Gez verdi da. Yaxşı epizod idi amma olacaq. Yaxşı başlamışıq. Hələ 2-ci dəqiqə, 3-cü dəqiqədə. Kornerdir. Zərdə seçmə düşdü sana. Haydi uşaqlar, haydi. Arkadaşlar əla. Möhtəşəm atmosfer var. Gəlir, gəlir, istəyirəm. Da qayda pozulmuşdu amma Hələ varsa kəs, hayda getdi. Abi kəs, hayda. Vursan, Qoyma. Yaxşı müdafiə olundu. Sən də müdafiə etsən. Sənə verilən hər qəpiy var ha. Alo. Müdafiəsinə də müdafiəsi topu. Əksuzum lazımdır Torreira. Bir tutaq. Sol tərəfdən gəlir Barış. Açıl. Barış gəlir. Barış. Sol çəkdi. Sol çəkdi. Ver. Əməydə ayırdı. Sözünə vurdu. Yüzüne vurdu. Barış'ın üzerine müdahale var idi. Barış ne dedi? Abi hele bunu koyabilir ağa. Sen müdafiəçin necə niyə arkada qalır hücumçudan? Qəşəng. Ayda. Penaltı kazandı. Oyunun 15. dəqiqəsi. Barış'ın üzerine müdahale vardı. Soboslay. Kaçarına bakar. Barış geldi. Geriye çekmek istedi ama Soboslay üstüne dirseğiydi yoksa eliydi. Dirseğiyle vurdu. Sağ eliyle Bir vurdu. dəfə bu soldan vurdu, bir dəfə sağdan vurdu. İki dəfə penaltı. İşte vurdu. Basketbol oynuyor. Hocam ben kaldım ya bayağı bir Bu açık aşkar yani gayda kuzun pişirdi penaltıdır. Ha Uğurcan halal olsun ya. Her şey bir yanlış yok. O şuna vuracak penaltı yoksa Barışdır. Barış vursa ben videomu Kim vurur? Şimdi İlkay İlkay vurur. Osimhen İlkay verdi diye. Olsun bilmem kim vurursa. İlkay topu verdi Osimhen'e. Osimhen vuracak. Bir de ben en Bayaq güvenli demək Osimhen'di. istədim ki, Bence İlkay'dı. bayaq demək istədim ki, 17-yə kimi gol atdı, mən dedim. Osman'ın son penalları bəxtə oldu. Kim vurur? Osman vurmur deyəsən. İnşallah kaçırmaz. Yani bize bu dəqiqə bu çok var. Osimhen vurur. Ya ben. Ya Dejavu yaşadım. Osman son bir penaltı vurmuşdu, o sansı kim? Osman'ın kapısının eline sürdük gitti. Bu dəqiqə çox heyecanlı. Vallahi Osimhen geldi. vermə. Osimhen. Osimhen! Osimhen! Dedim vuracam. Böyle. Ben biliyorum usta Galatasaray hiç İlk gol vurmak çok vacibiydi. İlk golü vurdu. Biz ortaya vurdu diyesen. Aynen. Bəli, ortaya vurdu. Alisson sola kullandı. Araya kaldı. Yok. Zərbə vurdu bir başına. İşte bu be. Osimhen! Osimhen! Yaşa. Topu Haydi aldı. canavarlar. Topu aldı. Haydi. Hadi. Hadi. Ha, Hadi. şimdi Hadi. ucu bastın. Yunus. Haydi. Yunus. Yunus. Hayda. Ötülmedi ya. Belki de Hayda. geldi. Frimpong. Allah. Yakın. Haydi. Yakup Frimpong'u sürete gösterdi herhalde. Ama Yakup sonsuza sürekli ama ağal olsun Frimpong'u geçmeye. Ne oldu? Ezalet attı. Barış diyesen devam edemeyecek. Barış'ta diyesen Torreira yoksa. Torreira olsun da öyle oyun getirdi. Torreira'dı. Ben de ritmi salmak isteyir. Torreira. Ölüyor. İnşallah öyle olur. Zarafat. Aslan. Baba. Alisson itirdi topu, çok keyif. Özün də alasın, mən sənə inanıram. Alisson artık gitti Ha. orada. Gitti gezerbe vurmaz. Lemina sana var. Diye ki niye orta katta Lemina oynuyor? Osimhen, gel bir kez daha. Barış, Barış vurursun gel. Barış. Ya Allah ya Allah ya Allah. Barış gözleri süzgeç Hiç yok. şanssız verme. İlk dəfə başını işlədi. Barış işte. Nadir olan bir şeyler. Bakın oldu. Nadir olan bir şeylerden biri. Harika hadisə. Bence bu dəqiqə yani adımıza layık oynuyor. Liverpool'la Evet. başa baş oynuyor ve Alonso'dan usta üstünü hesapta her şey görsənir. 20 inşallah oyun sonuna kadar bir oynarlar. İlk 20'de. Frimpong. İmkan vermeyen Frimpong'a. Yakup. Top bizde. Zorla. Sen vurup bu. Yakup hələ ki Frimpong'a yani göz açmağa imkan vermir. Ben korkumluydu ya. Ben korkumluydu. Jakobs'un silahları. Yakup hələ ki əla. Ümumiyyətlə komandamız əla oynayır. Yunus ilk ayda yaşa. İskaya bak ya. İskaya bak sen. Yunus bir Tamam, dəqiqə. nömrə kimi adam bıraxdı. 10 nömrə bir dəqiqə Yunus'umuz və həqiqətən Şey əla yapalım. oynayır. İstediğim Melo ruhum ha. Bas. Çum. Çum kaçtı. Bak bunu gider. Haydi. Osimhen koy orada. Oturdu. Ay Allah. Sıkmışıq Liverpool'a. Korner.
Tribuna coşmalı deyə durmamalısan sizə. Devrin əslində doşumu biz o qədər qışqırıq ki, öz səsimizi olan səsini eşitmirik. Həm də sağ yayıcı quruluş da səsini alır sağ ol. Amma Osman'ın Napoli'de belə zərbəsi var idi, buralardan vurmuşdu. Vursaydın deyəcəydim ki. Mən onu düşünmüşdüm ki, gol vurur. Mən əslində düşünmüşdüm ki, onun gol vurur. Məsələn nədir? İlk yarım saatda Sənə gəlir. Korner. Buradan Osman'ı vura bilər, Opa vura bilər. Apo vura bilər, Davinson vura bilər. Singo belə çapır. Singo. Kapsetlər baxanda Singo qol var. Barış da olur. Hamın adını çəkir. Lemina vursa. Lemina çox sevinərəm. Çox sevinərəm. İlkay başladı küncdən zərbəni. Hayda. Alınmadı. Yunus. Yunus itirmədi. Qəşəng. Giriş. Davinson Samsun oyunu döyüldü. Bu bəsit öyrəm. Davinson qayıtçı vurdu. Çelçe Çelçebe vurdu. Qayıtçı yok. Onunla tələ kəsək. Buna nə demək olar? Yox, Nə yox. qoydu? Birbaşa söz. FIFA söz serisi. Yine ama çerçeve düşənmədi. Liverpool'a gücünüzü göstərmişik məncə. Bəs elədi bu Bas iki yarım saat. bəs elədi, bəs eləmir. Tamam. İlk yarım Pul saat. yazıb çıxsam olar bəs. Bas. Təkərə düşürlər. Yəni Liverpool ama Bas. İngiltərədən gələ bilərsən amma Sağ tərəfdən gəlirlər. Bəd danışma. Mən içmə düşürəm. Yok. Mükemmel Mükemmel bak, bak. mükemmel. Gelin vur. Koyma. Canavar. İmkan vermədiyiniz zərbə vurmağını. Sənə nə 3 gol, 1 gol da yoxdur. Davinson bir dəqiqə müdafiənin. Ama onların küçüdən zərbələr təhlükəli olur. Bu imkan vermək lazım deyil. İlk zərbələri qaban kəsdi. İkinci, üçüncü elə imkan vermədi. Davinson. Yox, düşərəm verəcək ilk kim Belə müdafiə olmaq lazımdır. Bir çıxıb bir də qayıtmaq, bir də Ama kampanya. 32 dəqiqə nəticə keçdi. Belə epizodlardan əks üçün qrup biz qol verdik. Belə qırılma nöqtələri belə epizodlar olur. Bir dənə qoymayan bunda. Özəlbə. Çölə getdi əla. Öyle bildim ben içeri. Konate vurdu. Top bizdədir. Hələ ki əla oynuyor. Bunda var içində Hollandiyalı. Topu kazandı. Kore'yle kazandı. Kaldı. Oraya gitti. Osman'a git. Sen kazanırsan. Batırdın bizi. Olmadı. Çok köşe fikirləşmişdi. Çok əla kazandı topu. Aşırması alınmadı ama. Gördün o sürətləri də satdı topa. Mən dedim onlar müdafiəçilik satmıyor. Sən 70 milyon, 100 Ama milyon sen bence offside kurban var idi. Ben de hayır. Bakalım. O səhv var idi. Ama ondan bence Yox idi axı bax. Offside biraz var sanki. Yani. mübahisə olunabilir. Liverpool əli qaldırmasındakı qorxusacı Liverpool da bir dəqiqə qorxur bizdən. Torreira Torreira aldı topu. Bas, Penaltı. 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 Haydi değil. Yok. Senden değil. Bok değil. Osimhen oradan vursa əla olardı amma əla yerdə hal-hazırda zərbəsi zərbə meydançasının bir addımlığındadır, yəni bir Korku var mı korku? Okan Buruk şikayət Abi edir. mən ən çox var ha. Torreira'nı sevdim bax budur. Torreira. Sen yandırmalı. Bəli, zərbə meydançası bilməmişdi, çöldə idi, müdaxilə. Torreira əla. Canavar idi. Torreira. Allah'ım. Məncə buradan da vura bilərik. Biz burada elərik. İlk ay vura bilərik, ilk ay. İkisindən 2-0 bitirmək çox əla olar. Çok yakın. İlkay vura bilər. Yunus da vura bilər uşaqlar. Kerem olsa vururdu oralardan. Adını çəkmə. Satıcı şerefsiz. Qalıya sağ. İlk ikisindən 2-0 bitirmək. Sani, otur Sani'də bu aralar göyə vurdu göyə. Heç olmasa, elə bu oyun yaxşıdır. Nəticəsini də görürük. Sane'yi yoxladı. Doğan yoksa Yunus. Məncə, Evet, 5 tim de piyasa değeri İlkay, 500-600 təcrübə, milyon. qardaşım, təcrübə. məncə belə bir şut atacaq. Biri qabaq eləyəcək, o birisi vuracaq. Gördün? Abdülkerim! Gol! Ay, nə oldu? Bu ne atıydı gösterdiler, hiç görmedim. Çox pis açıdan göstərdi. Nəsə baş verdi orada. Etiraz edir oyunçular. Ama neyse değil. Nəsə baş verdi orada. Bana bax. Ələ Bana dəymiş bax, olabilir. penaltı. Elə bir açıdan, kamera açısından göstərdilər. Heç ki, görmədim. Heç Mən görmədim. Mən Pas verdilər Keriyə Abdülkerim. Mən elə onu dedim, Keriyə pas verəcəklər belə. Özü Abdülkerim vurdu. Ne oldu bak, aha pas Və Abdülkerim zərbəsi. Əldi. Her temiz eldi. Penal. Düz ayaqdan da gəlmiş ola bilər. Ayaqdan gəlsə verməyəcək. Vermədi. Amma ən azından baxsa daha yaxşı olar. Ben sonra Dedi. Ben yəqin ayaqdan gəlməyəcək. Ayaqdan gəlib deyəlim ki, baxma desepsiyada təcrübəli hakimdir. Nə olur olsa ikisindən bitirdik. 1-0. Sıxmış Liverpool'u demək olar. Yəni bu gözlə görsənir. Amma orada Əbdülkərim vurmalı deyil.
Məncə yaxşı kombinasiya idi. Yəni əsas qapıya güclü zərbə vurmaq idi. Onu İlkay da fırlada bilərdi, doğru. Yaxından fırlatmaq şey daxmır. çox çətindir. Və ilk hissə bitdi. İlk hissədə qalibi 1-0. İnşallah ki belə bitər. Belə bitməsə belə hesabda üstünlərə sonunda qələbə qazanarıq. 5-0 olsun bizim olsun. Bəli, yəni bir dəqiqə düşüncəmiz odur. İkinci hissədə görüşərik. İkinci hissə başladı dostlar. İkinci hissədə ki Liverpool sürətli başlayır. Rəqib qol vurmaq istəyir. İlk hissənin 2 dəqiqədə. Arne Slot nə deyirsən? Normalda içəridə nə söyüşlər söyləyibsə bilmirəm artıq. Amma rəqib gəlir, telefon götürmə. Qəşəng. Tam verməyə başlayacaq deyə. Buna Türkiyə liqası deyil, doğru. Bas, qəşəng. Yunus Bravo, qarşısını Azar işlər coşdurur, deyir o, davay. Yunus qarşısını kəsdi. İndiki kursasına görə. Hələ yazıldı. Osimhen aldı topu. Osimhen gəlir. Osimhen. 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 Arxadan girdi. Heç nə yoxdur deyir hakim. Osimhen çox gecikdirdi Osimhen. Of. Arxasını görmür də heç özü. Belə momentləri Pas ötürməli. Pas vaxtında verməli idi orada. Barış kimi elə deyil o. Belə momentləri qol buraxsaq fanarla. Belə fürsətləri istifadə etmək lazımdır. Yoxsa həqiqətən işıqla. Yaşa, pres hemen Osimhen aldı. Osimhen gedir. Osimhen. Vur. Osimhen. Bunu vurmalısan Osimhen. Bunu vurmalısan. Ne oldu? Bunu vurmalısan Osimhen. Of. Belə epizodlar gəlməyəcək. Vallahi belə Ya düşməyəcək. bıraksaq axtaracağıq, yəni Osimhen'dir en böyle güvendiğimiz epizod. Yani adamdır bu tür epizodda gol vurabilir. Panenka vursa gol olur. Ayağın sonradan fırlatsın yine sol taraftan yandan da çok olur. Böyle burada. Bu Fürsətləri boşa qaçırmaq heç Çok zor. Ya bu Liverpool'un golu gəldi. Bunun açıklaması yoktu yani. bunu vursaydın rəqib əməli başda mandıraja düşəcəkdi. Kesin singo. Ha, Bak bizdedir. Gəlir. Götürmə. Oyda. Osimhen. Neresi? Ha bu. Oyda. Vaxtına baxın, qol diyor ayaqdır. Of. Çox qasırdı. Bu dəqiqələrdə çox qasırdı. Biz fürsətlərdə istifadə etməliyik. Bu Hə, qaldır Hüncür bari. Qəşəng mənim istədiyim kimi. İndi. Davay, uşaqlar basın. Boş gəldi. Lemina. Qəşəng. Qəşəng. Bu. Bu yok. İlkay topu itirdi. İlkay. Lemina eləmə. Sarı vərəqəm var. Lemina. Aman. Hayda. Ha bas. Rəqib təzdən Ama tribuna vardır şey ve 1-0 şeyinde. Yani görünüşe 2 de gelebilir. Yani 3-4 izleyin diye. Kritik aldım ha bunu. Çok kritik dəqiqələrdir. Yəni o epizodları qaçırmaq çox pisdir. Nəzərə alsaq ki, Liverpool sezon əvvəlindən bütün qalibiyyətlər son dəqiqədə Son alınır. dəqiqələrini alırlar. Çox riskli. Yeganə komanda Kristallı çalandı bunu. Bunu deyəsin son dəqiqədə bu deyil. Kim? Kristof alır. 96'da 97'de vurdu. Bunda da deyəsən topun qatı şey değil. Aslında yadımda değil. Ama enket yapıldı Arsenal için. Bu arada Galatasaray kehanetlerinin İngiliz konumunda Kristal Palace şey var yani. United vaxtında odanda biz oynamaq üçün Kristal'ı uduzmuşlar. Tottenham'ın qarşısına bax, Tottenham Kristal'ı uduzmuşdu. Ama bilmedim. Liverpool da Kristal'ı uduzmuşdu. Yəni bu kehanete inanıram. Sonra bayramımız yoktu, hakim değil. Hakim hele şimdi kim verirse son kararları Liverpool xeyrinə damsın. Oğlum Barış oraya getdi. Biz Türk'ün yaxşı hakimdir məncə, amma Məncə deyil. son epizodlarda yaz Liverpool'un deyinə bildi yəni. Görsən Yunus çox görsənmir. İkinci hissələr şey. Qəşəng. Jakobs. Ha, Aldı Jakobs yenə. Qəşəng. Torreira'nın belə top saxlamağını da seçəmdir. Torreira Gözləyir. ürək. Alisson, Jakobs yenə ala Ayaq keçirdi. topusu var. Singoydu daha doğrusu. Icardi zədən çempion oldu. Muslera olmadı, oldu. Amma sən Amma- ancaq bəd-bəd danışırsan. Amma Torreira zədənsə yoxdur bax. Biraz da yaxşı tərəfdən bağlıdır prosesyon. Ancaq bəzi səhv Biraz Torreira zədənsə yoxdur da, sən deyirəm yəni. Bax, oyun Muslera başlayanda belə deyil. zədəli. Nə deyirəm, tərsi oldu. Uzağın ötürməsi. Şom ağızlar. Hə, ona görə. Burada ala bilsəydi. Bax belə oynamaq lazım uşaqlar. Orta xəttə topu qazanmaq. Yenə sarı vərəqə. Ha. Abdülkerimə sarı Nə vərəqə. vardı ki? Bu hakim olmaz axır ki. qərarları Liverpool görə uduzur, kömək eləməz. Nə oldu ki? Bu nə sorudur? Var idi artıq. Qardaş center keçməyib. Necə o sarı keçsə hə. Hücum Təkbətək şey. potensial hücum şansları idi axı.
Hakim yavaş-yavaş işləyir Liverpoola. Kəsən. Oy. Və Salah girir. İshak girir. Elliot. Idiot. Kalk. Gasparin hakkında çıkarttı. O hiç kimliği tamam. O hiç kimliği Buraya Ha, sağcıdan da alıyorsun. Onda Frimpong'u çıkardı, boşuna gelme. Yoksa bak Frimpong'u çıkardı. Frimpong'u bəyənmədi. Alt yazır, getdi. O sırada biz sallayız. Frimpong'u bəyənmədi. İshak boyu hər ki yaxşı başlamayır. İnşallah bizə qarşı. İnşallah bu oyunda yaxşı olmaz. Salah inşallah bu oyunda. Getsin o bir oyunda da yaxşı olacaq. Bizə yox. Gelin kardeşim, kim gol vurun, Real'a vurun, Arsenal'a vurun. Bizə yox. Gelin İngiltere'den bilim, Arsenal'a vursun, United'a vurun. Başka her kime vursun, yani bize gol vurmayın kardeş. Osman onu vurmalıydı ya. Ha? Aldı topu. Davinson neyini? Barış. Ha Barış. Barış bizden bugün. Ha ötürme. Vur. Osman. Hayda. Ha? Davinson. Vur. Ötür. Sen de varsın göz. Yunus. Ha? Ötürme. Ha? Torreira. Vur. Ötürme. Hayda. Ah, bu fürsətləri biz istifadə eləməliyik. Bizdə qalsın. Davinson neyini oğlum? Müdafiədən gəl pression. Hayır, bir daha bir boş kaldı. Əksum gəlir. Emre belə takasın olur. Müdafiye boş kaldı. Jakob, Singo, nişan vermə, Singo. Jakobs. Bir şey yok. Nişan verməyək. Qəşək. Axıra qədər uşaqlar. Axıra qədər biz bacararıq. Öz-özünə yıxıldı. Yəni ona start verməli inşallah bizim hakimlər. Əzəl. Kim təzə dəyərli qəşək. Baş verdi. Sallayı. Və Icardi ilə Salay oynayır. Osimhen çıxdı. Osimhen çox sədələnmişdi. Riskli idi Osimhen çox qalmağı. Yunus da yaxşı oynadı mənə görə. Yunus, yəni əsl 10 nömrə kimi oynadı Yunus bu gün. İlkaydan çox. Növbəti İsmail emin olacaq. Sarı Osimhen və Yunus Akgün çıxdı. Sallayı çünki Dinamo kimdə yaxşı oynayır. Sallayı hər pozisiyada oynama baxır. Kanat bekdir adam yəni. Hər Aynen. müdafiə yəni. Burada yəni fərdi zərbələrə ehtiyac yox. Bu arada bəli, bu elə bir oyun üçün sən komanda oynayıb nəticəni yəni qoruyub saxlamalısan. Məncə bu arada yəni Osimhen zədədən qayıdıb çox yaxşı oynadı. İlk oynadı. Çox yaxşı oynadı. 70 %100'ünde olsaydı başqa cür olurdu. 70 dəqiqə oynayırsan Liverpoola qarşı oynayırsan. Van Dijk'a yəni Konate'yə qarşı Neçə oynayırsan. dənə də momentin olub yəni sənin. Icardi topu saxladı amma vermədi yenə. Qəşək. Əla, Yakov da şərsən bu günləri. Yakov bu gün dəyişdirdi. Frimpong'u göndərdi. Bugün Marşalo kim oynuyor? Bugün nə bilim. Virtsi göndərdi. Görürsən sarı. Sarı verir. Yox, olsa? Doğar da. Həqiqətən hakim toxunu çıxartdı da burada. Yəni bunu başqa adı qoya bilmirəm mən. Yəni elə bir Türkiyə liqasına baxdı, deyil? Türkiyə liqasını belə saxladılar. Mən də onu deyirəm. Burada da elə bir şey. Tutmuşdu da, tutubdu. Bundan bəsit epizodlara sən oyunu saxlamısan sarı rəqədə verirsən. Həqiqətən də yəni burada Okan Buruk təsəvvürləşdi. Orospu çocuğu Portekizli. O deyəsən, Belçikalı da o deyəsən. Orospu çocuğu Belçikalı. Kim hakim? Hakim Fransız. Orospu çocuğu Fransız. Icardi yenə onu tutdu da da bilmədi. Zımdır saxla da. Santos, sən. Ha, udarlar. Hakim özü konkret qoydu, yəni zımdır da. Buna da ştraf var. Oyunu da yenə saxladı. Olmadı ya, olmadı. Allah bu şey ne haksızlıktır. Bunun başqa adı yox. Zındırdır, bilə-bilə edir. Okan Buruk da neyini yüzdə olur. Şərəfsiz da. Yəni oynamaya imkan vermir. Hər epizodda qayda pozuntusu olur. Elə bir şey mini futbol ayağına baxır. Elə bil ki, Əl qoyan şey iştirakçı. Real komandada ibnəlik edir. İngiltərə Premier Liqasında özləri də bilirlər ki, o epizodlara heç bir salmırlar. 11 ştraf, bizim 6 sarılar, olan bir. Haqqımız olan qələbəni alar da bu gün. Xahiş edirəm. Tək başqa heç sənim yoxdur. Bu haqqımızdır bizim. O nə müdafiə. İmkan vermə. Qoyma. İmkan vermə. Uğurcan. Qəşək. Qonşular. Ne olar? Bir Kim də yüzünü sayın bizi? Aşağı düşmeyin. Maçlar bir kərə. Aşağıdakılar yuxarı gəlməsin. Yanlar da gəlməsin. İmkan verməyə bir dənə sağ tərəfi tutaq. Kənətlərin. Kim gol vursun, Soboslaydan gol bıraksaq özümüz. Aha! Icardi aldı. Kime verecek? Icardi. Kimdə o? Basmayan olsaydı o. Sallayı yoxuydu, sallayı. Son 10 dəqiqə bitsəydi bircə. Bak dikkatli olun. 86 dəqiqə bitdi artıq. Bəli.
son dəqiqələr, son 4 dəqiqə Ömrünün ən uzun vaxtda. 5 dəqiqəsi. 4 Ekstrası da var, ya, bu dəqiqə. dəqiqə. Ekstradan 5 dəqiqə artırar, yəni ki, bu hakimdən 5 dəqiqə artırar. Məncə çox az var o beşdən. Niyə belə gəlir? Çox artırsa Ha, Torreira. Beşə Ayda bozuldu. Ayda bozuldu Torreira'ya qarşı. Olmadı ki. Haksızlık daha olan o ve bana da milyonlar şey kasıplar. Gece 5 dakika. Hakimin hər variantı yoxluyur da, yəni Biz Bavariya'da oynayanda hakim Ha, oynayanda eyni eyni şeyler eyləyirlər. Qoymurlar ki, haqqımızdan qalib gəlir. Adi orada var ha. Cəmi meydançasının içərisində Müncülvarı ələ toxunsa şey edəcək. Uşaqlar. Of, mənim o yine ya. Soboslay qaldırır. 88-ci dəqiqə. Ne yayımdır? Qaşay, uşaqlar qaba, korpus gedin. Qoyma. Həm bədən girin, nə girirsiniz girin, bir şeylər Penal girin. eləmin uzaqlaşdırın. Uzaqlaşdır, imkan Yok, vermə. yok, olmaz. Yok. Yalan. Emin ol. Qaşay, Kaşay. çek, bunu Torreira çek. Sos bitmiş. Çek. İmkan vermə, yox. Mesela Abdülkerim de Olmaz, ölsə, uşaqlar, vermə. eləmə, gir. Daha güzel, hala. Qaşay, Penaltı yoxdur orada. Penal nedir? Sahaya göstərir Gelme Uğursana. üstüne. Başa düşmürəm, amma penaltidir bu epizod. Penalti deyil axı bu. Məsələn, bunlar? Bu hakim cındırdı, hər şey elədi, hər epizod elədi. Bu epizodu gözləyirdi. Burada nədir? Burada harda penal? Burada. Ha, nə var ki burada? Sengo eləyib deyir, baxaq. Sengo topu oynayıbdı. Sengo topu oynayıb. Var hakanı. Əgər bunu qaytarmasalar vardan, bu hakim bilə-bilə Liverpool qələbəsi yüksəlişi. Hani burada hardadır? Baba, Sengo topu oynadı. Onun ayağına vurdu. Top sonra oyuncu. Bəli, heç də yox idi orada. O konuda düz ersen baba hareketlerine. Hiç yok idi. Əgər qaytarmasalar... Ha bana, şərəfsizin biri şərəfsiz. Sen buna penal versen. Bunu qaytarmasalar bu inanmış adam cındırlar. yok. Başqa türk düşmandılar. Vicdansız Türk şərəfsiz. düşmandılar. Əcla, söyüşlə söyləmək istəmirəm. Türk düşmandı bunlar. Gördün? Allah sən bəla versin. Gelir baxmağa. Söyləmək Yaman keyfin pol hareketsiz gelsen. Turbi sen bunu qaytarmasan vardan. Sen de böyle Türk düşmansın. Qaytaracaq. Kefsiz gelsen. Söyüş, ona yağlı söyüşlər söylədim. Burası xanımlar videonu izləyə bilər, onu Vardan xəbər gəldi, qan qarandı, sifəsi düşdü bax. Gel verirəm al. İbnə. Görürsən nə? Şərəfsiz hər şeyi yoxlayırlar, yəni bizim oyunda bilməyimiz. Sen bunu penal verirsen Türk hakimleri. Bütün knopkalara basırsınız şərəfsizlər. Bax da şərəfsiz. Top sonra. Ha, o Nerede? nerede? Tekte penal versin. Hələ yoxdur. Peşen. Belə də olmalıydı, başqa qərar verə bilməzdi ya. Başqa qərar versə... O da hələ o kim idi o? O stadiondan çıxa bilməzdi. Allah onu izledim ya. Hələ o üstünə bax, belli. İshak yalandan... İshak'ın da 104 milyonu böyle bile. Yalandan, artisti yenə Katın lazım satmada dedi. gol vurmağa, özü atırsan. Yox, Singo ağıllı oynadı orada. Bana Yusuf var. Özde İshak ayağını koydu yeri geldi. Belə Uğurcan boş. Uğurcan sarı kartıyla Onda belə nə də. belə də şərəfsiz onda. O Abdülkerim hadi toşun. Eləməyəcək, cındırdaq ona görə eləməyəcək. Türk düşmanı, şərəfsiz. Mən bunlar kimi bəyənirdim bu oyuna kimi. Mən sənə dedim, Belə qərar dedim vermişdim. Yüngülvari bir dənə orada nəsə olsun penal verəcək. Heç baxmadı, görmədi bəlkə də. Oyuncun atdığı yerə say. O da gəlir əlini göstərdi belə. Var çağırmasaydı bəlkə də. O qərarı Yaradı dəyişmir. Ara da ürəyindən də olur. Şərəfsiz. Fransız da ölür. Neçə dəqiqə? Neçə dəqiqə? Hələ ki görsənmir bax. Həqiqən bir 5-6 adam var. Qaş. Ha, indi sal. Niyə çalmırsan? Saldı. Salma, hakim tezdir. Bunu var ya, Şabik bu şey ya. üzrə gəzə hakim Bunu döyəcək. var ya, bu yad eləyərəm. Nəyə güdürsən? Kart verməyə gələsən. Bir dənə fikir verirsiniz. Liverpool'un bax, İshak 130-140 milyon, özün 8 dəqiqə Dedim də 5 şərəfsiz 8 dəqiqə artırdı. Dedim. İshak 130-140 milyon özün yeri atırdı penaltı qazanmaq üçün. Wirtz yanına etiraz edir, heç nə eləyə bilmədi. 90 dəqiqə oyundadır. Görürsünüz yəni 100 milyon olmaqla deyil də yəni. İki, Ləzzət eləmir. mən gol vuran pul sumkası görməmişəm. Başa düşdün yəni? O kim deyirdi? İndi gol Adam ver. başımadı deyirəm. İndi gol ver istedad görəcəksiniz. Son 7 dəqiqə, son 7 dəqiqə, son 7, haydi. 8 dəqiqəlik məncə vaxt yox idi, yəni itirilən var. Birinci hissədə ondan çox vaxt Ha, geçmişdi. 3 sərbəst dəqiqə. var. Mən 5 dəqiqə gözləyirdim. Birinci sən bir şey oldu da sonra. Məncə Uşaqlar, diqqətli olun. Ayarlaşar özün kömək edir. Aa, Van Dijk qaçdı.
Ha qəşəng. Qoy, qoy, qabanı qoy. Get. Zərbə. Vurdu nereye? Bak ne bizim girdi. Dondu diye anlaya vursan. Son 5 dəqiqə. Tutarsın. Ha elbet böyle de. Allah böyle. İndi pulu səbir deyil, pis olacaq ya. Pultu bak şu koydum bura. Stadionda herkes ayak üstədi bu dəqiqə. Hayda. Hamı çox həyəcanlıdır. Qəşəng. Get, Torreira. Ha, get. Otur, ne olacaq? Otur, vur. Hayda. Keçmədi. Ha. Top bizdədir. Ha, Eren, qaldı. Sakitler, sakitler. Top bizde. Eren, Sara. Qəşəng. Bak. Bak, topu orada saklamak lazımdı. Orada orada sarı lazımdı. lazımdı. O yüzden de Icardi geçseydi. Oy. Sana 13 idi, 13 idi. Orada Sané lazım. Ne Sané olsaydı onu eləyərdi Sané. Biz Coş, de Coş. bir şey. Ne Sani? Dört Ne diyorsun. dostu? Dört Ne? Diyorsun 4 O var. ne? Yok o Sen zaman. ben 3 Ben tane dört. geçsen. Birisi 2 dənələşdi, sonra 2 Icardi. dənə. Ama orada ben Barış Alper olsaydı topu saklayabilirdi. Bence burada bize orta lazımdı. Mesela Pasla başlamalı. Ama görsən ortada adam azdı ama arkaya şey yapmasın. Çünkü kontrolü bile sadarlar, salatla oynadı. Sara. Sara. Qəşəng. Bəla Sara. Qəşəng uşaqlar, qəşəngdir bu. Ağıllıdır. Ha, vur. Ha, Boydo. Qəşəng, Torreira'm benim. Qəşəng. Devrim görsəydi səni bir də belə. Ayrılmazdı səndən. Aha, pres Icardi, lazım. Icardi Hala var. Icardi, Icardi. Qəşəng aslanım, pres. Aslan parçam, hadi. Topu Hadi alayım bas, pres edin. belə Tekrar var. üstünde. Gel arkaya uşaqlar, arkaya. 5 dəqiqə bitir artıq. 5 dəqiqə bitir. 3 dəqiqə qalıb. Bu Hakim şərəfsiz bir 10 dəqiqə oynayacaq onsuz. 2 dəqiqə əlavə. Hayda. Ötürmə vursa. Tut yıkıl ya. Ayak. ne Yıkıl yere. Yoksa onda... Vursan Frankfurt oyundan sonra sanki Ben sen şu an Frankfurt oyundan Yani ne? Frankfurt oyununa bugün sen gol bırakmadın ha. Haydi. Son 40 saniye. Son 40 Bir saniye. 40 hakim sözləsi tındırlıq eləyəcək. Uşaqlar, dikkatli olun. Siz bunu başarabilirsiniz. Bunu da başarabilirsiniz. Eren. Adrian Lotuner oyun bitmeyip. Ha. Uzaklaştırdı ama top fragilde derede. Torreira, nişan vermem. Eren Zum hey Bağlı. Pas vermeye, götürmeye, koymayak. Uşaqlar. Uzaklaştır. Lemina. Qəşəng. Lemina nişan verme. Vermə. Ha Lemina. Ye o bile. Kırmızı da olsa al bundan sonra da. Ha Qəşəng. Icardi. Qəşəng. At onu. At. Qəşəng. Geç. Şançı oyunu. Sara. Sıç kurtardı. Qayda bozulub, bəli. Sarıya qarşı qayda bozulub. Bitti. İşte bu. Bu 90 dakikada bitti. Artık bunu. Bunu yenildi. Galatasaray. Sen çok yaşa, canım feda olsun sana. Hiçbir şeye değişemem. Sana olan sevgim bu. Bitti. Biz unuttuk, biz Bir şey başardık. demək istəyirəm. Okan'ı O beğenmeyenler. bizə 8-ə, 9-a buraxmaq istəyənlər var idi. Həm Türkiyədən, Avropadan bizə inanmayanlar var idi. Oğlan 5 vurar, 10 vurar deyənlər, Beşiktaş azarkeşləri, Liverpool azarkeşləri, Fenerbahçe azarkeşləri özləri yəni bizdən hesab salıblar. Yəni göstərdiyimizə. Şimdi Türkiyənin böyüyü, şimdi Avropa Fatihi biz göstərdik. Yəni 5-də buraxmışdıq hansısa komandadan, o bizim alınmayan oyunumuz. Mən Yəni daha güclü klubu öz yerimizə məğlub. Biz bu komandanı udacaqdıq texniki səhvlərdən, yəni oyuncuların səhvlərindən uduzduq. Onlar sistem oyunu oynayıb bizi udmayıblar. Biz gül kimi oyuna başlamışdıq bu oyunda. Biz yəni bu oyun haqqımız ilə həqiqətən gəlir. Mən çox qorxdum axır dəqiqələrdə hakim qərarlarına görə nəsə eləyəcəklər, bir gol verəcəklər Liverpoola. Penalti də verdi, o da baxdı vardan qayıtdı. Hələ bu oyuncularımız bizim %100 hazır deyil. Osman'ın %100 Osimhen hazır zədəli deyil. Zədədən qayıtdı. Icardi bir il zədə oldu. Bütün uşaqlara halal olsun. Əziyyət çəkdilər, axıra qədər də oynadılar. Və Okan'ı beğenmeyenler. Galatasarayın gücünü, Galatasarayın gücünü bütün dünyaya göstərdilər. Göstərdi. Bu stadionda heç kim asan şəkildə Galatasarayı uda bilməyəcəyini başa düşdü. 1 milyard pulunuzu da götürün bayra bile. Avropa bizi daha yaxşı tanıdı indi. İndi bundan sonra İngilislər, təkcə İngilislər yox, bütün klublar
bura gəldiyi zamanı bir Burada dəfə olsa yox, bütün İngilis klublarının 100 dəfə fikirləşəcəklər. Növbə Atletico Madriddir, onlar da bu stadiona Bir göməcək. İnşallah məğlub edəcək. Bir gələcək. Elə bir-bir, elə bir neçə oyun bir-bir. Ama bir geleceği, hamsında o da gelecek. O Kamruk ne demişti? Dedi, Təsəvvür biz elə orada bax, oynayacağız, biz sonra da Liverpool bizden indi oynayacağız. məntiqlə baxaq da, biz Liverpool oyununu əslində ciddə görmürdük da. Əlbəttə. Amma indi biz Maksimum bir xal. bir xal kimi biz şey görürdük, Frankfurt oyunu. Frankfurt. İndi bir dəyişiklik oldu da, amma ki Liverpool udmanın ləzzəti başqadır da. Onun verdiyi həzz başqadır. Liverpool ümumiyyətlə son çempiondur öz ölkəsində. Liverpool bu mövsüm uduzmayıb. Crystal Palace bir dəfə öz liqasını uduzub. İkinci məğlubiyyət də bizdən gəldi onlara. Layiqli qələbə qazandıq. Heç nə bizə hakim kömək eləmədi. Bizə heç kəs kömək eləmədi. Öz oyunumuzu oynadıq. Hatta hakim bize Hakim Bizə hər qarşı şey yoxlar da idmançılar yəni. Heç kim bizim inanmırdı ki bu günlərin Liverpool'u köməcək. Amma oldu. Danışma paylaşmır. Bəli dostlarım, gördüyünüz kimi bugünkü oyunun çox əla idi və bütün Qalatasaray çəkilişdən təbrik edirik. Video baxdığınıza görə çox sağ olun. Sizdən gözləntim sizdən kanala abunə olmaq, videoya fikrinizi bildirmək, videonu bəyənməkdir. Çünki belə videolar istəyirsinizsə, videolar bizləri görmək istəyirsinizsə, yeni videolarda bizə dəstək olun. Sizin dəstəyiniz bizim üçün çox vacibdir. Kanalımız üçün ilk hədəfimiz 1000 abunə olmaqdır. Belə uşaqlar, nə demək istəyirsiniz başqa? Mən də deyirəm ki, Eldarın bu kanalına dəstək olalım, bütün Qalatasaraylıları, bütün futbol sevərləri. Bir yerdə biz güclüyük. Mənə elə gəlir ki, bundan sonra daha müntəşəm işlər olacaq. Eldar da bizdən söhbət edib, qəşəng layihələri var. Bu layihələri həyata keçirmək üçün Eldara dəstək lazımdır. Abunə olun kanalına və Eldar istədiyi layihələri həyata keçirsin. Teşekkürler Şahin. Uşaqlar sağ olun, gecəniz xeyrə. Ümid edirik ki, videodan həqiqətən siz də keyif aldınız, maraqla izlədiniz. İnşallah digər videolarda görüşərik. Daha önce da İçtimai bize çok güzel kino gösterir. Sağ olun.